Nə qədər də mən bu dəqiqə sağlamlıq cəhətdən çətindirsə mənə danışmaq, amma mən məcburam bu haqda deməyə. Deməli, məni kosmetoloq olmayan bir qadın kosmetoloji prosedur mənə keçirdi. Və bu kosmetoloji prosedurdan sonra bu qadın mənə demişdi ki, bu güya Atatürk Universitetində tibb oxuyub, amma oxumayıb, güya Avrasiya klinikasında doktordur, cərrahdır, deyilmiş. O mənə bir prosedur keçirdi və sizə daha detallı sonra danışacağım axşama yaxın, amma indi sizə onu deyim ki, bir neçə gün sonra mənim bədənim bütün çirk verməyə başladı və çirk infeksiya qanıma keçirdi və sepsislə, az qalsın ki, saniyə ilə sepsislə həkim mənə narkozu verdi və mən son şey yadımdadır ki, heç mən bilmirdim nə baş verir. Həkim dedi ki, mən sənə bu dəqiqə narkozu verirəm, tez onu salın əməliyyatxanaya, ölümlə üzbəüzdür. Mənim anam bir dənə qoymuş. Mənim anam bir dənə onu yadımda gəlir ki, mənə narkoz verilən anda son şey xatırladığım şey o idi ki, mənim anam Ayətül Kürsünü əməliyyatxananın qapısının ağzından belə qoymuşdu ki, Ayətül Kürsünü mən eşidim və elə girim narkoza. Mən son günlərdə nələr yaşadım, heç kəs anlada bilmərəm. Mən hər saniyə Allaha deyirdim ki, məni öldürmə, mənim də arzularım var. Elədiyim nəsə yaxşılıqlar varsa ona məni bağışla. Nə bilim, mənim anam ayaq yalın, əməliyyatxananın qapısının ağzında çömbəlib başını qoymuşdu ki, qızıma heç nə olmasın, qızım ölməsin. Və mən indi çox çətindir mənə danışmaq. Amma bu doktorun heç bir tibb təhsili yoxdur. Halbuki demişdi ki, doktordur, güya başqa kosmetoloqlar buna paxıllıq edir, bunun taktikasını, öyle şeylər danışmışdı.